Abbasov Abbas Aydınoğlu və İbrahimbəyov Rüstəm Məmməd İbrahimoğlu, eləcə də Mehdiyev Ramiz Ənvəroğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Kərimli Əli Əmirhüseynoğlu, partiyanın üzvləri Qəhrəmanlı Fuad Əlioğlu, Zaidov Qənimət Səlimoğlu və qeyriləri dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşmişlər. Belə ki, onlar 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkə vətəndaşı Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürən Demokratik Qüvvələrin Milli Şurası adlı təşkilat yaratdıqdan sonra xarici xüsusi xidmət orqanlarının maddi yardımı və digər formalarda təşkilatı dəstəyi ilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi ixşşların törədilməsi, hakimiyyət nümayəndələrinin qanun tələblərinə tabe olunmaması, ictimai qaydanın, nəqliyyat, müəssisə, idarə və təşkilatların işinin pozulması istiqamətində fəaliyyət göstərmiş, həmçinin bu məqsədlə Respublikanın müxtəlif rayonlarından insanların cəlb edilməsi üçün Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü İbrahim Məmməd Əzizoğlu və digərləri vasitəsilə qəbul etdikləri 933.828 manat 40 qəpik məbləğində pul vəsaitini, o cümlədən Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən maddi vəsaitləri qeyd olunan əməllərin törədilməsinə yönəltmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş texniki